Hə. Salam uşaqlar. Gününüz xeyirli uğurlu olsun. Bugün ayın 29'udur, 6-cı gündür. 29 Mart 2025. Bizim Turana xanımla olan proyektimiz biraz heyecanlıyam, ola bilər, üzürlü sayın. Bugün proyektimizin, bizim vlogumuzun, yani vlog olarak çəkəcəyimiz videoların ilk başlanğıc günüdür. Gedirik bizim Jetorla inşallah müqaviləmiz olacaq. Onlardan bizim gedəcəyimiz yerləri, onlar özləri avtomobillərimizi təmin edəcəklər. Belə də gedirik indi Jetordan maşın götürməyə. Ondan sonra gedəcəyik Turana xanımı götürməyə. Sonra gələcəyik, oradan sonra gələcəm evə yığışdıracağım o tripod, milipod falan, çünki kamp videoları çəkmək üçün bəzi avadanlıqlar götürməyə lazımdır. Çadır falan, elə belə. Belə uşaqlar, izləmədə qalın, görüşəcəyik. Uşaqlar, gəlmişim maşın götürməyə. İndi həmin o təmsilçini gözləyirsiniz, bizə gəlsin maşını gözləyir. Şurada burada çox qəşəng maşın var. Yəni favorim olduğu gibi bilməm, nə verəcəklər bizə bilməm. İndi görəcək, hamısını sizə bir göstərəcəm ki, ağzım içsin sən də, bırak. Maşın götürdük. İndi gedirik evə hazırlaşmağa. Maşın əla. Maşın haqqında deyə biləcəklərim bunlardır ki, özünüz görürsünüz, adamlar nə maşınlar buraxıblar. Belə uşaqlar, əsas odur ki, yolumuz əla olsun. Çıxırıq da yavaş-yavaş yola. Brava. Mat edirəm sizi. Gedək evə. Nə götürəcəksə götürürük. Sonra gedirik hara? Turuşun dalıyca. Gedək turuşu da ötürən sonra gedək kampaya. Getdik uşaqlar. İndi gəldik turuşu götürməyə. Görək turuşun reaksiyaları nədir? Turuşun reaksiyalarına baxaq. Salam aleyküm turuşun. Salam. Necəsən? Yaxşıyam, o nə qəşəngdir. Çox gəldi. Əladır, qəşəngdir. Amma bir dənə bir şey var ki, bir də uzaqdan gələndə bir dənə gördüm ki, bir dənə balaca bir şey gəlir. Dedim, bu uşaqlara icazə var ki, qabaqda oturmağa. Doğrudan, maşın sürməyi özdə. Neysə, vəziyyətin üçün zəhmət olmasa kəmərini taxsaydı işlənərdi. Gün olsun, özünə qismət olsun. Teşekkür ederim, minnətdarım. Hə, biz artıq yola çıxmışıq və gedirik Lənkərana. Yəqin ki, Zahir videonun əvvəlində məni götürməmişdən qabaq ümid edirəm ki, sizə danışıb bizim nə etmək məqsədimiz var, nə istəyirik, nə etmək istəyirik. Hə, Zahir? Hə, indi inşallah çıxdıq yola. Gedirik hoppalara. Hə, yolun yarısında maşından düşmək məcburiyyətində qaldıq. Çünki Lari ayaq yolunu istifadə eləməli idi. Şükür Allaha ki, Lari təlimli bir itdi. O barədə təşəkkür edirəm. Mən də sənə təşəkkür edirəm. Maşınımız da burada. Sən nə elə? Mənim həyatımda varsan da. Zahir Lari'ni paketləyir hal-hazırda. Otur. Yalar. Mənə baxsın, sağ ol. Baba. Otur Lari, otur. Maşının gözəlliyini görürsünüz. Sən bir gün baba onunla gəzəndə çəkəcək. Gördün? Samolyot. Bəli. Getdik. Hə. Uşaqlar, deməli yolun yarısını yarladıq. Prosta düşdük bəzi biraz müəyyən səbəblərdən Larini. Hansı səbəblərdən? Rahatlaşdırdı. At çək. De. Saçdım uşaqlar. Mən belə də gedəcək ha. Hə, şey. Hə, eşitdilər, eşitdilər. Yes. Bir dəqiq. Dəqiq. Gedək. Gedək. Getdik. Baxın. Ne gözəldir. Çıxırdı. Neçə satırsınız bunu? 20 manat. 20 manat. Təşəkkür qardaş. Çox sağ ol. Ruzunuz bol olsun, minnətdaram. Mən ümumiyyətlə uşaqlar, heyvanların biraz o satılmayına zadına qarşıyam. Belə şeylərdən biraz xoşum gəlir. Oğlan nastroyası pozuldu. Oğlan nastroyası pozuldu deyəndə ki, Bir kilo pul verərdik. nə pul verəcəksə almısan. Mənim ümumiyyətlə heyvanların satılmalarından xoşum gəlmir, amma düzdür qardaş, indi öz biznesçidir, alır, satır. Allah ruzusunu versin. Bir dənə prosta turuş məqamı dilə gətirmək istəyirəm. Hə. Ümumiyyətlə cənub bölgəsinə yavaş-yavaş gələndə fikirlər bax, yaşıllıq başlayır. Yəni Yaxşılıqdan nə əlavə bir də nəyə fikir verdim? Doğrudan da cənub sonrası gedən bütün yollar çox gözəldir. Çox qəşəngdir. Hətta mən biraz bu kameranı, zaten gördüyünüz şeyi göstərirəm sizə. İnanıram ki, bircə dəfə də olsun bu yoldan keçmisiniz. Günəşin batımı. Baxın, günəşin batımı çox gözəldir.
Azərbaycanın zaten bütün bölgələri gözəldir, o ayrı, amma sadəcə ürəyimizdən gəldi ki, belə o cənub zonasına gedən yolu sizə göstərək. Gəldik, nəhayət çatdıq. Lankonteri. Doğma, Diyar Lənkəran. çox doğma diyar Lənkəran. Gözəldir də. Hal-hazırda çatmışıq. Zahirgilin həyətindəyik. İndi qapını Zahir açacaq bizə. Niyə oradan açır? Niyə məndən əvvəl oradadır? Salam eşmək. Zahir qapını necə açdı? Atlanıb səfərdən qonşu. Getdi qonşunun evinə, oradan keçdi. Oppandı. Zahirin lindası buradadır. Burada qalmaq. Bax, Zahir həmişə burada açırdı camını. Mən yayda Zahirin yayımlarına baxırdınız, yoxsa yox. Burada açırdı. Bir ayda hə görmürsən? Bir ayda görmür. Aydın dost. İstəyirəm bu kadrlarda göstərim sizə. İtin sevgisinə baxın. Baxın, baxın, baxın. Olmaz. Baxın, baxın necə sevinir. Olmaz. Səni görüb sevincək olub Zahir. Bu sənin gülmür, bu sənin. Niyə? Ağac yığacaqsan, mənimlə gələ, bu da yola çıxma. Bunu da tut. Aferin sən boş ver. Bunlar da uşaqlar çörək var, oldu, budur, hamısı götürdü. Bax, tut, mən bunlarla çəkmişəm, bütün kadrlarımız atlarını. Hansı o birisi videoları? Gedək, uşaqlar, yolçu yolunda gələk. Hə, gedək. Buradan da lazım olanları götürdük. Evdən də götürmüşdük zaten. So, okey. Biz getdik. İnşallah gecəyə düşürük. Yəni, İnşallah aylar bizi yemir. ən yaxşı şəkildə çəkməyə çalışacağıq. Sağ olun, sağ olun. Lənkəranın bravosu bir başqa olur. Gəldik Bravo marketə. Niyə? Çünki çadırda qalacağımıza görə bizə bəzi şeylər lazımdır ki, orada acından ölməyək də. Turlarımızı da götürdük. Orada turuş seçimdən qəşşən bir dənə yemək eləyəcəm. Görək turuş arası. Nə edirsən turuş? Mən adnorazlı qablar alıram. Okey, əla. Mən biraz zahirsiz gəzirəm. Yollarımızı ayırdıq çünki tələsirik, artıq hava da qaralıb, hələ gedib çadır qurmalıyıq. Turuş. Allah hamd olsun. Hə. Bu çörəkdən. Hə. Bilməmsən. Ama səs al. Çörək. Zahir sonra köçəlirəm mən bunu. Aha, güzel, heç zaman. Ben şu an tanrı çörək değil mi? Turanı xanım yatır. Getdiyimiz yerə az qalır. Birdən belə elə qurdu, oyanmır. Gedirik. Yəni bura haradır? Ay Zahir, biz hara gəlmişik? Bura ücü, sol tərəfimiz Xanbulandır. Bir dənə ışığı şeylə söndür. Buna baxın necə qaranlıqdır hər yer. Hələ bu nədir? Bu dəcini adamlar oturur. Görürsən orada necə kafelər var, çayxana, baba Ay, nə nələr. gözəldir. Biz şimdi buradan da babaya gideceğiz. En geçenki babadır bu ya. Hava. Ay, nə gözəldir. Bura bak. Gördün. Maraqlıdır ya. Şu yeri raporlam sana. Sen odun yığacaqsan indi. Ha. Sen odun yığacaqsan, ben de çadır edəcəm Mahirlə. Mahir bu arada Zahirin Bəli. qardaşıdır, onu deyək bizlə bərabər. Kameraman Nureli sağ olsun. Hal-hazırda bizi çəkir, sağ olsun. Ona minnətdarlığımızı bildiririk. Bəli. Zahirin bizi gətirdiyi yer buradır. Sadəcə Zahir düşdü maşından baxsın ətrafa ki, maşın görə ora düşəcək. Əgər bu maşın ora düşsə, demək ki, bu maşın odur. Zahir, indi neyəcək? İndi çadır qururuq. Bax, tam bu hissədə, Bura bu işıq düşən yerdə düşən çadır yerdə quracaq. çadır qurulacaq.
Sən bunun içinə girib yatasan, birini saxla özün üçün. Əsas məsələ nə idi? Çadır idi. Zahir onu da bitirdik. Aha. Çadırımız hazırdır. Yatmağa yerimiz var, əsas məsələ. Bəli. İndi Zahir nə edəcək? İndi sizin prosta evə yüngül çörək arası bir şey eləyəcəm, yeməyi səhər eləyərik. Hə. Məncə. Bizim super kahramanımız. Mənim düz tut qadırlar. Yıxılan evin dirəyi. Mahir. Asqan qoy, çörəyi qoy, pomidordan bir dənə zad belə. Hara gedirsiniz? Gedim, Hara? Odun qoy. Mən qoy bura gedirsiniz. Uzağa getməyin ha. Tanıdınız. Lari, Lari, gözəl Lari. Bu bizim Larimizdir. Larisiz olar. Təbii ki, Larisiz olmaz. Bəsimizdir. Gətir onu da aç bura bura. Başlayır bala bunu ayaqla sındırmağa. Bax, sıncaq yığar bura. Ya. Haydi ya böyle şey değil. Ha. En güzel saç. Bir saniye. Nasıl daha hadi bir baksana. Nesquik. Burada sizin reklamınız ola bilərdi. Geçen yemeğimizi yedik, karnımızı doydurduk. Bəli. Makı da burada isinir. Ha. Zahir dilə əlinə keçəni atır bax bura. Ətrafı zibilləməyə bir də Turanə xanım bunu da çək ki. Ha. Bax görürsünüz necə alovdan qorumuşuq. Buradan izləyicilərə də onu demək istəyirəm ki, uşaqlar getdiyiniz yerdə bu biliyorsunuz. Onu səhər daha ayrıntılı çəkəcəyik. Axşam prosta elə belə ən azından deyirik. Nəysə suyumuz da qaynayıb Turanə xanım. Biraz istidir. Bana bak. Gələ biraz koy ora. Bu da ora. Bir dəfə gəlmişəm bura, nə oldu orada? Çadır da var. Çadırı kurdum. Ne oldu saxlamışım yuxarıda. Çadırı kurdum. Girdim, koşum, girdim, zad elədim. Ulan işimi söndürdüm. Girdim yatmaya. Bir saat idi yatırdım. Gördüm, ayrıldım, gördüm. Oy, dağ. Bir dənə yağış başlayır. Bir dənə yağış yağır. Ay dəhşət. Neynim. Əlimi otdum belə çadırın ortasına. Çadırın ortasına böyle elimi otdum, vurdum böyle içinde kalırdı şeyler yoktu. Paltardı, üstü örtəndə. Açıq moldurdu şey. Moldurdu. Arkasını açdım, girdim içine. Moldurdun arkasında var. Girdim içine, bunlar canım bir de açıq qalsın dedim. Qapağı belə baxır. Moldur maşınlarda. Qapağı belə də arkası. Çadırı koydum oraya, girdim içine, başladım ben. Bir maşın içinde ya, burada qapağı açıq oldu. Orada maşının qapısını başladım. Kartaladım, kulağım basmışım. Açtım, çadırı açtım.
Dedim ola bu yağış dəf kimi də getmək olar. Benzin də polnu. Arxa oturacağı açdım, oldu, arxa oturacağı açıldı. Çadırı belə bağladım, qoydum belə üçüncü boş olmasa bir maşının arxasında. Sərdim yorğanı zadı qardaşım. Maşını xotladım. Hə? Tək, hə. Pəncərələri zadı bağladım. Lari da yanımda, Lari da mənə yanımda qaça-qaça gəl, su içindədir. Şimdi girdi iç nəfər, yandırdı şeydir. Özdə Lari onda lap belə şeydir, yanlara alışqın, şeysiz gəzir, lüpsiz. Mən qaçıram, Lari da gəlir, çaq-çaq-çaq-çaq-çaq-çaq. Hə. İndi qapını açmamışam, məndən birinci gir içəri çəki. Sağ ol, dondum mən bu girim içəri. Nəysə bura, peçi də yandırdım, xotladım maşını. Peçi şeylədim. Fi kaboratda da maşını şeyindirdim, kodumdan. Bırat olsa pəncərələr bağlanmırdı ki arxada. Belə də pəncərələr duyur qardaşım, arxa pəncərələr. Bura bax, o üçün belə başımın maşinisini üstümü örtdüm. Ləzzət. Ancaq hərdən sənləri oyanırdım. Elə bir yağış yağır ağacın üstü. Ağacın üstü damla böyüyür. Düşəndə maşın pəncərəsinin yüzüləri yanır, belə çıqqılı. Belə ayrıyam səhərə yaxın 6-dan belə gördüm ki, bu nədir var. 6-ya 7-yə işləyir amma bura. Güneş təzə çıxır. Yağış da qutarır, konkret torpaq iyi gəlir. Ağaclardan da damla şey düşür, yağışları, maşını tıng, tıng. Bizi səhərə yaxın soyuğum idi. Maşını söndürmüşdüm işte, dedim getməsin də böyüdüm. Amma yorğanım şeydir, yorğanım aşağı tərəfə gez yaşmamışdım yəni, çox da bürünə bilmirdim. Ana bırak, səhərə 6-ya 7-yə işləyirdi də. Durdum, gəldim bura geriyə Lari da gəlmişim. Girdim suyu vurdum üzümə zadıma. Təzədən getdim, başımı qoydum, yatdım. Saat oyandım da 10-da, 11-də zaten durdum, dedim mənə davaya getdi. Neyse, bu ne eləyəcək, üstü? Arda gelin. Türkiye'de olanda. Bizim kişi əməlli başlı çöl həyatı yaşaya bilərmiş. Hər şeyi ağacla, torpaqla, yarpaqla həll elədi. İndi bananın içində hal-hazırda bizə bir desert hazırlayıb. Bu qədər, uşaqlar. Getdik yatmağa. Bıçağımızı da yanımızda götürürük. Niyə? Hə? Bıçağı niyə? Meşədə ilə nə olar, nə olmaz. Uşaqlar. Ağaç. Fırış. Zahirə səhər tezdən bir hava gəldi, yay havası. Dedi ki, çıxaq Ukraynama, burada çimmək istəyirəm. Təbii ki, mən yox. Nə? Durmazsan. Əlimdən tutsan yox. Rüyam mahnısı var. Tut əlimdən, mənə sənsiz yaşamaq dərdli gönlüm gəl. Ben indi sürüşüp dərd olmasın da.
Toyuq sote yemişsiniz heç? Hə, turuş. Baxın, yemişəm amma belə yerlərdə. Ocağın üstündə oldu. Üç, iki, bir. Salam əziz bizi YouTube'da izleyen izleyicilerimiz, hoş gördük hər birinizi. Biz hal-hazırda Zahirlə beraber Lənkərandayıq və bizim bugün YouTube'da olan İlk videomuzdur. ilk vlogumuzdur. Çoxlu bəyənək, paylaşaq. Üzr istəyirəm, çayın səsinə görə biz daha belə bəhdən danışmaq məcburiyyətindəyik. Çünki hələ ki mikrofonumuz yoxdur. İnşallah Hal-hazırda ümumiyyətlə çox şey yoxdur. Sıfırdan başlayırıq və sıfırdan başladığımız üçün bizi sevən insanlara, istər şəxsi həyatda tanıdığımız, istər bizi tanımayaraqdan sevən insanlara xahiş edirik buradan ki, bizi izləməyə alın, abunə olun, paylaşa bilsəniz, əgər hansısa dostlarımızla hal-hazırda bu videonu görən varsa, səhifəsi açıq olan dostlarımız, yoxdur, səhifəsi bağlı olan dostlar, WhatsApp'da da paylaşa bilərsiniz. Bizim YouTube kanalımızı paylaşsan, videomuzu paylaşsan çok minnəttar olarıq, şad olarıq. Ümid edirəm ki, videomu bəyəndiniz. Amma videoda buyurun biraz sözü kəsirəm. Videoda biraz əylə-əksikliklər ola bilər, çünki bu bizim ilk videomuzdur. Ümid edirəm ki, bundan sonraki videolar daha yaxşı olacaq. Sevirik sizi. Həmişə öpürəm də, nə deyim? həmişə çatdıqlarda ölçək. Bir də zəhmət olmasa, Rey bölümündə nə yeniliklər istəyirsiniz? bundan sonra ben sözünü kəsirəm dediyim nədir? Sağ ol. Mən ideyalarımı oğurluyur biraz, elə şeylər var. Məndən qabaq bilməyə çalışıram. Rey bölümündə hara getməyimizi istəyirsinizsə onu qeyd edə bilərsiniz. Səhvlərimizi qeyd edə bilərsiniz. Təklifləriniz varsa, maraqlı ideyalarınız varsa, nəsə bir maraqlı bir şey deyə bilərsiniz. Bahalı şeylər deməyin. Əgər gücünü çatdı, alıb göndərə bilərsiniz. Bəli. Təşəkkür ederim uşaqlar. Bakıda görüşərik. Sağ olun. Sağolun, hələlik. Sağ olun.